Xoş gördük, hörmətli tamaşaçılar. Missiya Aktual verilişi ilə yenidən qarşınızdayıq. Bilirsiniz ki, Azərbaycan tarixində aprel ayı xüsusi yer tutur. Bu tarixdə həm qanlı hadisələrin, həm də zəfərlərin izləri var. Elə biz misal olaraq 2016-cı ildə Azərbaycan ordusunun aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqları nümunə göstərə bilərik. Həm bu, həm də biz Azərbaycanlıların soyqırımı ilə bağlı bilirsiniz ki, 1918-ci ildə 30 mart və 3 aprel tarixləri arasında Azərbaycanlıların soyqırımı olub. Bu istiqamətlərdə danışacağıq və studiyamıza tarixçi də dəvət etmişik. Qonağımız Azərbaycan Milli Konservatoriya nəzdində Musiqi Kollecinin və Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin tarix müəllimi, Bakı Dövlət Universitetinin dissertantı Rasim Nazimoğludur. Salam, xoş gəlmisiniz Rasim bəy. Salam, təşəkkür edirəm. Çox sağ olun. Rasim bəy, ilk sualım belədir ki, Azərbaycanlıların soyqırımı martın 31-i qeyd olunur, lakin bu aprel ayına qədər davam eləyir. Bir tarixçi kimi necə düşünürsünüz bu qanlı hadisələrə beynəlxalq müstəvidə siyasi qiymətin verilməsi üçün? Yəni fəaliyyətimiz qaneedicidirmi, yoxsa müəyyən ləngimələr var? Dəvətiniz üçün hər kəs təşəkkür edirəm. Bəli, çox düzgün vurğuladınız. Aprel ayı Azərbaycan tarixində özünə məxsus yer tutan aylardan biridir. Burada biz həm sizin qeyd etdiyiniz kimi aprel zəfərindən danışırıq, qeyd edirik və həm də mart soyqırımının davamı kimi əsrin əvvəlində 1918-ci ildə törədilən mart soyqırımı sizin də qeyd etdiyiniz kimi təkcə mart ayında yox, aprel ayında da, o cümlədən nəinki aprel, yay aylarına qədər Azərbaycan Xalq Cümhuriyyəti qurulan müddətə qədər davam etmişdir və hətta ondan bir neçə ay sonra da davam etmişdir. Sualınıza cavab verməzdən öncə aprel şəhidlərini ruhları qarşısına biz baş əyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onu demək istəyirəm ilk növbədə. Bu bizim üçün böyük bir tarix idi. 4 günlük müharibə, aprel zəfəri və Azərbaycan şanlı ordusunun atəşkəs dövründən sonra qazandığı ən mühüm qələbə idi. Biz buna bir qədər sonra icazə versiniz toxunarıq. Mart soyqırımına gəlincə, əslində mart soyqırımı dünənin, bugünün məsələsi deyil. Bu əsrlər əvvələ gedib dayanan məsələdir. Burada konkret olaraq biz götürsək tarixi mərhələləri, bu hadisələr 1905-6-cı illərdə də olmuşdur. Erməni-müsəlman davası kimi tarixə düşüb bu. Amma o zaman hadisələrin miqyası 18-ci il hadisələrin miqyasına bir qədər aşağı olmuşdur. Ermənilərin bura köçürülməsindən sonra bu proseslər başlanmışdır. 1828 Türkmənçay, 1829 Ədirnə müqavilələrindən sonra. Mart soyqırımına gəlincə, sualı belə qoydunuz ki, real tarixi qiymətini alıbmı? Mən deyərdim ki, xeyr. Hələ ki, bu real dünya müstəvisində tarixi qiymətini almayıb. Səbəb nədir? Burada bir çox səbəblər var. Mart soyqırımına ilk olaraq bizim ümumilli liderimiz Heydər Əliyev real tarixi qiyməti vermişdir və Azərbaycanlıların soyqırımı günü kimi onun təsdiq edib sərəncamla qüvvəyə minmişdir. Sonra ölkə prezidenti Müzəffər Ali Başkomandan İlham Əliyev bu istiqamətdə addımlar atmışdır. Azərbaycan dövləti, parlamenti bu istiqamətdə addımlar atırlar, amma dünya dövlətləri, bizə yaxın olan dövlətləri çıxmaq şərti ilə bu soyqırımı tanımaqdan imtina edirlər. Yəni düşünürəm ki, bizim görəcəyimiz işlər çoxdur. Səbəb nədir? Niyə imtina edirlər? Burada dünyada yaşayan ermənilərin, xüsusilə erməni lobbisinin, diasporasının aktiv fəaliyyəti nəticəsində bu mümkün olmur hələ ki və təəssüf ki, dünyada hələ də o ədalət tam olaraq bərpa edilməyib. Yəni biz bunu bugünkü günlərimizdən də, bugünkü dünyada cərəyan edən hadisələrdən də görə bilirik ki, güc kimdədirsə, haqlı tərəf təəssüf ki, odur. Amma düşünürəm ki, biz bu istiqamətdə, bu tariximizi təbliğ etmək istiqamətində, xüsusilə gənclərə, bu istiqamətdə bütün bu faktları aşılamalıyıq, açmalıyıq. Real tarixi faktları söyləməkdən biz çəkinməməliyik. Dünya müstəvisində də bu istiqamətdə işlər aparılır. Tarix təkcə kitablardan ibarət deyil, arxivlərdədir, tarix mənbələrdədir, tarix. Bizim gerçək tarixlərimiz çox zaman təəssüflər olsun ki, oğurlanıbdır, başqa ölkələrin arxivlərində, mənbələrində saxlanılır. İndi əlbəttə ki, biz o gücümüz çatdıqca da istifadə edərək bu məsələləri də aktuallaşdırırıq. Təbii ki, burada dövlətin rolu da danılmazdır, əhəmiyyətli dərəcədə böyükdür. Elə siz erməni lobbisinin güclü olmasından danışdınız. Bilir ki, ermənilər öz yalanlarını dünyaya rahatlıqla yaya bilirlər. Elə aprel ayında onlar da öz qondarma soyqırımını qeyd edirlər və ümumiyyətlə Azərbaycanlıların soyqırımı ilə müqayisədə ermənilərin qondarma soyqırımı daha çox dünyada danışılır. Bu məsələdə biraz toxunardıq, zəhmət olmasın. Doğru qeyd edirsiniz. Çox təəssüflər olsun ki, günümüzün acı reallığından da biri budur.
Əslində biz tarixə baxsaq, Zərin Tac xanım, hadisələr necə cərəyan edib? Biz bilirik ki, dünyada iki dünya müharibəsi olub. Birinci və ikinci dünya müharibəsi. Birinci dünya müharibəsi illərində 1914-18-ci illərə əhatə edən Birinci Cahan Savaşında ermənilər o zamanki Osmanlı imperiyasının ərazilərində kompakt halda yaşayırdılar. Bütün xalqlara olduğu kimi ermənilərə də orada isti münasibət var idi, yəni Osmanlı dövlətində. Osmanlı dövləti Birinci Dünya müharibəsində Dördlər İttifaqının tərkibində idi. Əks cəbhədə isə İngiltərə, Fransa və Rusiyanın başçılıq etdiyi Antanta, yəni Üçlər İttifaqı dövlətləri idi. Burada ermənilər müharibə gedə-gedə, siz təsəvvür edin ki, bir dövlət müharibənin içərisindədir, onun bütün vətəndaşları müharibə ilə əlləşirlər. Amma ermənilər havadarlarının, ingilislərin, fransızların köməkliyi ilə, yəni təlimatları ilə içəridən Osmanlı dövlətini zəiflətmək, məhv etmək üçün hərəkətə keçirlər. Yəni ona çörək verən, su verən, ona yer verən, yəni həyat verən bir dövlətin vətəndaşları özü də günahsız, yəni silahsız vətəndaşlarını qətlə yetirir. Hadisələr 1915-ci ildə başlayır, aprel ayında. Geniş miqyas 15 aprel tarixidir. Van bölgəsində və ətraf ərazilərdə erməni vandalları, quldurları köməksiz şəkildə olan qocalara, yaşlılara, uşaqlara, qadınlara qarşı şiddətli əsli soyqırımı onlar törədirlər orada və bu günahsız insanları qətlə yetirməyə başlayır. Sual verə bilərsiniz ki, bunlarda silah hardan idi? O zaman bunları həmən o əks cəbhədə olan Antanta dövlətləri silahlandırırdı, gizli şəkildə onlara silah göndərir, təlimatlandırırdı və onlar bundan ruhlanırlar, hərəkətə keçirirlər. Bir də Türkiyə o zamanki Osmanlı imperiyası ayıldı ki, öz vətəndaşları qətlə yetirilir. Əvvəla burada heç bir ermənilərə qarşı soyqırımdan söhbət gedə bilməz. Hadisələr bu cür cərəyan edir. Əvvəlcə erməni keşişləri, erməni ziyalıları ilə danışıqlar başlayır ki, o quldurları zərərsizləşdirsinlər. Amma onlar bunu etmirlər. Əvəzində Türkiyə hökuməti özü həmən quldurları zərərsizləşdirir, vandalları zərərsizləşdirir və bu zaman əlbəttə ki, tabe olmayanlar qətlə yetirirlər. Bu başqa cürdə ola bilməzdi zərərsizləşdirilərkən. Bunu ermənilər əllərinə bir bayraq götürərək bütün dünyada bu günləri aprel ayında hayğırırlar ki, ay türklər bizi soyqırıma məruz qoyublar. Əslində soyqırımdan söhbət gedə bilməz. Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyip Ərdoğanın belə bir çağırışı olmuşdu, yadınızdadırsa illər əvvəl ki, əgər doğrudan da dünya real tarixi hadisələri bilmək istəyirsə, göndərsin bütün tarixçilərini Türkiyəyə. Arxivləri açaq biz, heç bir problem yoxdur. Erməni tarixçilər də gəlsinlər, bütün tarixçilər gəlsin. Gəlin arxivləri açaq, görək gerçəkdə bu hadisələr necə olub. Amma görürsünüz, heç kim gəlmədi və bu bir daha sübut etdi ki, əslində hadisələr ermənilərin qeyd etdiyi kimi də olmayıbdır. Yəni real tarix bundan ibarətdir. Biz verilişimizin əvvəlində də qeyd etdik ki, aprel ayı həm də zəfərlərlə yadda qalıb. Elə 2016-cı ildə baş vermiş aprel döyüşlərinin artıq 9-cu il dönümü qeyd olunur. Siz necə hesab edirsiniz? Yəni aprel döyüşləri 2020-ci ildə baş vermiş Şanlı Qarabağ savaşının bir başlanğıc nöqtəsi kimi hesab etmək olarmı? Yəni hər şey o zamandan başladımı? Bəli, yəni biz bunu başlanğıc nöqtələrindən biri kimi götürə bilərik əslində. Çünki Birinci Qarabağ müharibəsindən sonra 1994-cü may ayından sonra 2016-cı aprel ayına qədər bu miqyasda döyüşlər olmamışdı və bu miqyasda da qələbəmiz olmamışdı. Düzdür, istisnalar var. 2010-cu il Mübariz İbrahimov nümunəsi var bizim üçün. Bu qəhrəmanlıq səlnaməsini yazan Mübariz İbrahimov nümunəsi var 2010-cu il ki, tək başına Azərbaycan ordusunun giziri Mübariz İbrahimov çoxlarının bacarmadığını, bəlkə də xəyal etdiyini gerçəkləşdirdi. Yəni ürəyində imanlı, vətən eşqi ilə, vətən imanı ilə döyünən bu gənc bir tarix yazdı. Ondan sonra mən deyərdim ki, Azərbaycan gəncliyində bir silkələnmə oldu. 2016-cı ildə isə 4 günlük bizim şanlı döyüşlərimiz tamamilə Azərbaycan ordusunun o belə bir fikir formalaşmışdı ki, Azərbaycan ordusu döyüşə bilmir. Bunu ermənilər yayırdılar əlbəttə dünya çapındakı. Siz torpaq azad edə bilməzsiniz və s. və ilə axır biraz bizi dünya çapında alçaldıcı məqalələr də hazırlayırdılar, yayırdılar. Amma aprel döyüşləri bunu tamamilə əksini sübut etdi. Bəli, bu bizim zəfər başlanğıc tariximizdir, zəfər tarixinin, böyük zəfərə gedən yolun başlanğıcıdır. Aprel döyüşlərində ermənilər
haqq etdikləri cəzanı aldılar. 4 günün tamamında onlar ağ bayraq qaldırdılar. Aprelin 4-dən 5-nə keçən gecə və dərhal Rusiya, böyük dövlətlər, mən deyərdim Türkiyə də bura qatıldı və Azərbaycanla Ermənistanın ordusunun qərargah rəisləri Moskvada atəşkəsi imzaladılar. Aprel döyüşləri nə verdi bizə? 2000 hektardan çox ərazimizi biz düşməndən təmizlədik, aldıq. Böyük strateji yüksəklikləri biz düşməndən azad etdik. Cocuq Mərcanlı, Cəbrayıl Cocuq Mərcanlı kəndini azad etdik, Talış yüksəkliyini, Lələtəpə yüksəkliyini azad etdik, Seysulan istiqamətini və xüsusilə bizim Naftalan və Goranboy rayonlarımıza olan təhlükəni, yüksəkliklərdən olan təhlükəni biz dəf etdik və o ərazilərin təhlükəsizliyi təmin olundu. Aprel döyüşlərində çox təəssüflər olsun ki, bizim şəhidlərimiz oldu. 89 şəhidimiz oldu bizim aprel döyüşlərində. Xüsusi təyinatlı qüvvələrimizdən də şəhidlər oldu. Mən xüsusilə, indi mən ayrı seçki etmək istəmirəm, amma bizim milli qəhrəmanlarımız var. Aprel döyüşlərində şəhid olan Samid İmanov, Murad Mirzəyev, Şükür Həmidov, eləcə də Murov Qartalı, Raquf Orucov, Pəncəli Teymurov və bu siyahını davam etdirmək olar. Hər birinin əlbəttə ki, xatirəsi bizim üçün əzizdir. Xüsusilə bunlardan Murad Mirzəyev haqqında deyərdim ki, Azərbaycanın yeganə hərbçisi idi ki, Amerika Birləşmiş Ştatlarının ən yüksək reytinqli, ən çətin o Ranger xüsusi təyinatlı kursunun yetirməsi olmuşdur və 600 nəfər Türkiyə vətəndaşı içərisində o yeganə təltif edilən, Türkiyə prezidenti tərəfindən təltif edilən bizim Azərbaycanlımız, Azərbaycan türkü olmuşdur. Demək, həmən Murad Mirzəyev. Allah onların hər birinə rəhmət etsin. Ayrı seçki etmək fikrində deyiləm. Sadəcə bunu da bir tarixi fakt olaraq dedim. Aprel döyüşlərindən sonra Azərbaycan ordusunun özünə inamı qayıtdı. Çox düzgün qeyd etdiniz bayaqda. Bu Azərbaycan əskərinin, Azərbaycan zabitinin həm də nəyə qadir olduğunu göstərir. Bir də bir şey deyim ki, o zamanlar Ermənistanda rəhbərlikdə terrorçu Serj Sarkisyan rejimi idi və dərhal sonra Ermənistanı bürüyən Sarkisyan əleyhinə olan etiraz dalğaları bizim gözümüzün önündədir ki, Sarkisyanın sonradan bu istifası ilə nəticələndi bir qədər sonra. Amma bir fakt da var ki, Sarkisyan özü yalvararaq qeyd etmişdir ki, mən sülhə hazıram, tək aprel döyüşləri, deməli bu döyüşlər dayansın. Amma sonradan o vədinə xilaf çıxdı və bildirdi ki, mən heç vaxt belə bir söz deməmişəm. Amma tarixdə bu qalır, onun deməli danışığı, müsahibəsi qalır ki, o doğrudan da bu sözü demişdi ki, tək ki bu döyüşlər dayansın, Ermənistan sülhü də imzalayacaq, biz atəşkəsi də bərpa edəcəyik və s. və axır. Bir də onu qeyd edim ki, aprel döyüşlərindən sonra Naxçıvan istiqamətində günnüt əməliyyatları həyata keçirilib 2018-ci ildə bir həftəlik, deməli, mayın 20-sindən 27-sinə qədər. Bu da böyük bir tarixi uğurdur. Təxminən 11.000 hektardan çox ərazi Naxçıvan istiqamətində azad edilib. Strateji əhəmiyyətli Şərur rayonunun Ağbulaq, Qızılqaya yüksəklikləri azad edilibdir, Günnüt kəndi azad edilibdir. O cümlədən böyük bir yolun İrəvan, Goruz, Xankəndi, Laçın yolunun deməli təhlükəsizliyi təmin olunubdur. Bu da böyük bir uğur idi və sonrakı mərhələlərdə biz bilirik ki, 2020-ci ildə Tovuz döyüşləri, Polad Həşimov nümunəsi və ondan sonra da 2-ci Qarabağ müharibəsi, antiterror əməliyyatlarında Azərbaycan ordusunun yazdığı tarix. Yəni bu hamısı bizim gözümüzün qarşısında. Bəli, aprel döyüşləri bizim böyük qələbəmizə gedən yolun başlanğıcıdır. Bu doğrudan da belədir. Son olaraq da sizə bir sual ünvanlayım. Siz müəllim kimi auditoriyada dərs deyirsiniz. Gənclərlə təmasdasınız, ünsiyyət qurursunuz. Ümumiyyətlə gənclərimizin Azərbaycan tarixinin öyrənilməsinə marağı, həvəsi necədir? Qanedicidirmi? Bəli, Zərnətaz xanım, mən pedaqoji fəaliyyətlə məşğulam və əsas istiqamət kimi vətən tariximizi tədris edirəm, təbliğ edirəm tələbələrə. Belə deyək də, düzünü desək, əgər bizim gənclərimiz aprel savaşına qədər, 2-ci Qarabağ vətən müharibəsinə qədər bir qədər başqa cür düşünürdülərsə, elə xalqımız da belə düşünürdü, etiraf edək. Amma bu nümunələr ki var, bizim Mübariz İbrahimov nümunəsi, sonra Raquf Orucov nümunəsi və digər də indi hamısını sadalamaq istəmirəm, Polad Həşimov və digər nümunələr, onları görəndən sonra bir də
Bir var eşidiləsi, bir də var görüntüsü də. Hər şey görüntü daha çox yadda qalır və ondan sonra gənclərdə də bir silkələnmə oldu, bir oyanma oldu və əlbəttə ki, biz müəllimlərin də üzərinə böyük yük düşür, xüsusilə tarixçilərimizin. Biz daim bunu təbliğ edirik, vətənpərvərlik mövzularını. Hər bir şəxs xüsusilə gənc vətənpərvər olmalıdır. Vətəni sevmək bir imandandır. Gərək vətəni sevməyən necə imanlı ola bilər? Ölkə prezidentinin də çağırışı var bütün gənclərə ki, hər kəs Azərbaycan tarixini mükəmməl bilməlidir. Yəni vətənpərvər olmaq təkcə o demək deyil ki, gedib silah alıb orduda xidmət edin və s. və ilə axır. Milli liderin sözü ilə desək, vətənpərvər şəxs o şəxsdir ki, o milli adətlərə, milli dəyərlərə, milli kimliyə sahibdir və bizim prezidentimiz Ali Baş Komandanın sözü ilə desək, deyirdi ki, mən hər bir gənci vətənpərvər, savadlı, peşəkar və bilikli görmək istəyirəm. Bu istiqamətdə biz demək işlərimizi qururuq, aparırıq. İndi çatışmayan tərəflər də var, təbii ki, çatışmayan tərəflər də var. Hər şey biz təhsil müəssisələrinin üzərinə atmayaq. Vətənpərvərlik o körpəlikdən başlanmalıdır. Evlərdə də işlənməlidir, valideynlər də işləməlidirlər. Mən çox istəyirəm ki, hər bir Azərbaycan vətəndaşının evində 3 rəngli bayraq olsun. Hər səhər yuxudan duranda o bayrağa baxsın, bayrağı görsün, xəritə olsun. Milli qəhrəmanları tanıyaq biz, tariximizi bilək. Bizim çox böyük, zəngin tariximiz var və xüsusilə də düşmənimizi tanıyaq. Yəni erməni kimi bizim tarixi düşmənimiz var. Yəni bu dünənin, bugünün düşməni deyil, əsrlərə əvvələ gedən düşməndir. İndi Mart soyqırımından bir nümunə də gətirə bilərəm sizə ki, əsrin əvvəlində ermənilər Azərbaycanlıları, müsəlmanları təkcə öldürmürdülər, həm də onları təhqir edirdilər. Xüsusi bir faktı deyim sizə ki, Şamaxı soyqırımı zamanı bütün millətimizin, Şamaxı cəmaatının dini heysiyyətinə də toxunulmuşdu. Orada ermənilər Şamaxı kəndlərinə girərək müsəlman əhalini qıraraq belə bir şüarla bağırırdılar ki, hardadır sizin müqəddəsləriniz, hardadır sizin Həzrət Abbasınız, çağırın köməyə gəlsiniz, bir istehza ilə bizi lağlağı edərək. Yəni biz ümumiyyətlə bütün bu tarixi dərinlikləri gənclərə öyrətməliyik. Bizim üzərimizə böyük bir yük düşür. Təkcə üzərindən keçməklə yox. Amma biz onu da deyə bilmərik ki, biz sadəcə susmuşuq, dayanmışıq. Məsəl üçün Quba hadisələri zamanı regionun tanınmış o şəxsləri öz ətrafına gəncləri yığaraq, yəni əldə olan mümkün vasitələrlə əhalinin kömək də ediblər. O soyqırımdan belə deyək də ermənilərə qarşı vuruşmuşuq da biz. Bu davam etməlidir. Yəni biz bəsdir loyal belə deyək də tolerant mövqe tutduq. Düzdür, biz tolerant ölkəyik. Bütün xalqlara hörmətimiz, izzətimiz var. Amma bizə qarşı çıxan o namərd ermənilərə biz necə ki 2-ci Qarabağ müharibəsində yerini göstərdik. İndən belə də bundan sonra da biz onu yerini göstərməliyik. Bunun üçün də gənclər vətənpərvər olmalıdırlar, bir-birlərinə dəstək olmalıdırlar. Bizdən başqa heç kimimiz yoxdur və düşünürəm ki, belə deyək də, çatışmayan tərəflər də yavaş-yavaş aradan qalxacaq inşallah ki. Bir də bir məsələ var ki, biz çox təəssüflər olsun ki, bir qədər bizdə unutqanlıq məsələləri də olubdur. Məsələn, 1905-6-cı il hadisələrini unutmasaydıq, bəlkə də 18-ci il hadisələri, onu unutduq biz. Digər deportasiyalar, yəni biz deportasiyaları heç vaxt yaddan çıxarmayaq. Bizim əzəli torpaqlarımız Qərbi Azərbaycandan 3 dəfə Azərbaycanlılar deportasiya olublar. 100 minlərlə insan deport olunubdur öz tarixi dədə-baba torpaqlarından. Bunu heç vaxt yaddan çıxarmayaq. Amma burada bir nüans da var ki, biz Çar Rusiyasının, daha sonra Sovet Rusiyasının tərkibində olmuşuq. Bilə-bilə bizi milli kimliyimizdən uzaqlaşdırıblar, beynəlmiləçi şüarı səslənir. Amma şükürlər olsun ki, biz artıq 91-ci ildən öz müstəqilliyimizi bərpa etmişik, müstəqil dövlətik və Qarabağda qazandığımız uğurlar heç bir dövlətdən asılı olmadığımızı sübut etdi bütün dünyaya. İndi burada belə bir məsələ də var ki, biz artıq bu unutqanlıq sindromunu qırıb atmalıyıq. Ermənilər deməli belə bir fikir söyləyirdilər ki, bəs biz orada yaşamışıq illərlə Qarabağ torpaqlarında, biz qalmaq istəyirik. Bizim ölkə prezidentimiz də müraciət etdi. Biz nə dedik ki? Dedik ki, əgər Azərbaycan qanunlarına tabe olacaqsınızsa, konstitusiyaya tabe olacaqsınızsa, Azərbaycan vətəndaşlığını qəbul edirsinizsə, qala bilərsiniz rahat şəkildə. Yox, maneə törədəcəksinizsə, çıxıb gedə bilirsiniz. Deməli bunların qanundadır da. Ona razılaşmayanlar 90%-dən çox çıxdı getdi. İndi bir neçə nəfər qalıbdı Xankəndi şəhərində və ətraf ərazilərdə. Biz bir söz demirik. Çox zaman cəmiyyətdə belə bir suallıq, biz onlarla yenidən bir məkanda, yəni yaşaya bilərikmi? Əgər özlərini normal, sivil, bəşəri insan kimi aparsalar,
bəlkə yaşamaq olar. Yox aparmasalar əlbəttə ki, daim prezidentimizin dediyim dəmir yumruq yerindədir, onların üzərində olacaq və düşünürəm ki, biz hər birimiz hər gün bu istiqamətdə danışmalıyıq. Yəni ailəmizdə, evimizdə gündəlik problemlərimiz çoxdur. Yəni həyat biz bütöv bəşər insanlığıq. Amma vətənpərvərlik dedikdə təkcə o auditoriyalarla, bu müəllimlərlə kifayətlənməməlidir. Yəni hər bir insan öz evində övladına bu barədə heç olmasa gün ərzində bir 10 dəqiqə də olsa məlumat verməlidir ki, bax budur, bizim coğrafiyamızda başqa çıxış gedəsi bizim bir vətənimiz var. Getmək lazımdırsa onlar çıxıb getməlidirlər. Çünki onların vətəni deyil bu ərazilər. Hamı bilir ki, bütün dünya bilir ki, ermənilər bura köçürülmələrdir. Ona görə də düşünürəm ki, bütün bunları yekunlaşdırıb onu deyə bilərəm ki, normal özlərini apara bilsələr, bəlkə yaşamaq olar. Amma apara bilməsələr, əlbəttə ki, onlarla yaşamaq. Yaşasaq belə, heç vaxtı biz yaddan çıxarmamalıyıq heç nəyi. Heç vaxt heç nə unudulmamalıdır. Çünki bunu bizə şəhidlərimiz bağışlamazlar. Efirimiz sona çatdı, hörmətli tamaşaçılar. Ümid edirik ki, tariximizi bir daha xatırlamaq baxımından bugünkü verilişimiz çox yararlı oldu. Növbəti efirimizə yenidən qarşınızda olacağıq. Sağ olun, salamat qalın.